Dədə Ələsgərin dünyaya gəlməsi həqiqətən də böyük bir təbiət hadisəsi idi. Dədə Ələsgər dövründə elm, təhsil olmadığı halda bu qədər elmi, bu qədər dəqiq, bu qədər dəlilləri, əzəmətli dəlilləri necə toplayıb hafizəndə cəmləşdirəsən, onu poeziya formasına salasan, onu gələcək nəticəsinə ötürəsən, bu yalnız təbiət hadisəsi kimi qiymətləndirilə bilər. Yəni, Dədə Ələsgərin vaqif olduğu elm bir ömrə mənimsənəcək elm səviyyəsi deyil. Dədə Ələsgərin bizə qoyduğu getdiyi yaradıcılıq bir ömrün məhsulu deyil. Dədə Ələsgər fövqəlşuur, Dədə Ələsgər cahanşumul yaradıcılığa nəzəriyyə malik olub, bizim üçün böyük həyat maraqları qoyub getmiş əzəmətli, böyük sənətkarlarımızdan biridir və aşıq poeziyasında da birincisidir. Aşıqlıq sənəti xalqın genindən, qanından gələn əzəmətli, bütün formullarını özündə saxlayan bir sənətdir. Və bütün xalqın öz genində, qanında daşıdığı bütün əzəmət nümunələri aşıqlıq sənətinin üzərində gəlib bugünkü günə çatmışdır. Və Aşıq Ələsgərin Bakı şəhərində heykəlinin, əzəmətli heykəlinin ucalmasında möhtərəm Cənab Prezidentin əvvəlsiz rolu onun heykəli olduğu yeri bugün bizim üçün Ələsgər ocağına çevirmişdir. Və buradan götürdüyümüz xüsusi impulslarla yönümüzü Dədə Ələsgər torpağına, Dədə Ələsgər yurduna çevirmişik. Dədə Ələsgər təkcə özünü Ələsgər kimi tanıtmağa gəlməyib. Dədə Ələsgər insan zəkasının fövqəladə və təxtəl, şuur olmasının, onun qüdrətini insanın özünə tanıtmaq üçün dünyaya gəlib. Ona görə də bu cür insanlar tarixdə zaman-zaman tək-tək olsa da bəşər aləminin yanan ulduzlarıdır.